5-dən 11-ə qədər. Ələlxüsus ikinci cəhd blok imtahanına hazırlaşan hər kəs bunu etməyi bacarmalıdır. Blok imtahanına müraciət edən şagird 9-cu, 10-cu sinifə gələnlə müraciət edən şagirdə belə bir sual verəndə başlayır X qoyaraq elə necə gəldi yazmağa çalışır. Tamamilə səhvdir deməyim, yorucu bir üsuldur, bezdirici bir üsuldur. İmtahanınızda vaxtınıza qənaət eləməlisiniz. Yoldaşlar, verilən bu sualda baxın bura, belə bir üsul deyim, ağlabatan və məntiqi üsuldur. Bu üsulda hissələri rahat hesablamaq üçün bilinməyən o şagirdlərin sayına 2, 6, bir də 5. Bunların hasili. 2-ni 6-ya vurdum, 12, 5-ə vurdum, 60K. Baxın, əşob yox ha, hasili. 60K götürdüm mü? Götürdüm. Deyir ki, bunların 2də biri Rus sektor. 60K'nın 2də biri 30K Rus sektor. Deyir, digərləri İngilis sektor. 30K'sı İngilis. Bu belə. Sonra Rus sektoru olanların 6'da 5'i əlaçı. Bu arada videonu saxlayıb özünüz həll etməyə çalışın. Gerisini artıq məntiqin başa düşdünüz yəqin ki. 6'da 5'i əlaçı. Bunun 6'da 5'i olur 25K. Hətta hesablayaq, hardan aldınız deməsinlər. 30K vurulsun 6'da 5. Bundan bu getə qaldı 5. Vurduğumuz zaman 25K. Qaldı geriyə 5K. Sonra deyir, əlaçıların 5'də 2'si olimpiyatçı. Əlaçılar budur. Əlaçıydı. 5'də 2'si. 25K'nın da 5'də 2'si olacaq neçə? 10K. Bura qaldı 15K. Olimpiyatçı. Olimpiyatçı bizdə 90 nəfər olduğuna görə bərabərdir 90 yazıram. K bərabərdir 9. K 9 ise neçə nəfər? Rus sektoru deyil. Rus sektoru olmayan neçə nəfər var? 30K. Yazdığımız zaman 30 vurulsun 9, 270. Aydın və səlis şəkildə səhv eləmirəmsə görsənir artıq həlli.